Günəşli bir qış günündən hər kəsə salam. Kanalıma və yeni vloquma xoş gəldiniz. Hər birinizə xoş izləmələr. Və birlikdə işləməyə başlayanda özümə verdiyim sözlərdən biri də bu idi ki, mənim burada ətir kolleksiyam olacaq. Çox şükür ki, bir qismini yığmışam və bu ətir kolleksiyam üçün orqanayzer sifariş etmişəm. İnşallah bu gün gələcək, sizlə birlikdə yığarıq. Faberlik sifarişlərim gəlib. İndi istəyirəm sizlə birlikdə açaq. Qızlar, paket açanda özümü o qədər çox xoşbəxt hiss edirəm ki, o gözəlliyə baxın. Bu sabunlar əl işi sabunlardır. Faberlikdə məhdud sayda buraxılıb, amma çox gözəl qoxusu var. Qoxusu paketin üzərindən belə gəlir. Mükəmməl qoxusu var. Eyni seriyadan, Store d'Amour seriyasından belə gözəl bir duş geli var və böyük həcmdədir, 400 ml-dir. Eyni ilə qablaşmanın üzərindən çox gözəl qoxusu gəlir. Belə bir müştəri sifarişim var. Alchemix ətri. Bu ətir eyni ilə narkotik ətrinin qoxusu kimidir. Eyni ilə birəbir narkotik. Daha sonra belə Universal Omega Hit seriyasından krem var. Bunu da müştəri istəyib. Və Zima seriyasından yenə Omega Hit və yenə Zima və yenə Zima. Belə bir şampun sifariş etmişdim. Keratin seriyasından, belə deyim, Expert seriyasından keratinli şampunlar. Böyük millidədir qızlar, 750 millidir. Eyni bunun balzamını da almışam. Daha sonra Aromania seriyasından lilak ətri, yəni yasəmən ətri. Bu da sifarişdir, yəni bu iki ətir eyni müştərinin sifarişidir. Bunları yoldaşım üçün sifariş etmişəm. 8 element seriyasından belə bir antiperspirant, deyircəkli və 8 element ətrinin qoxusudur eyni ilə. Daha sonra Expert seriyasının belə mükəmməl bir kremi, buynuzlaşmış dəri üçün, böyük çatlaqlar olan daban üçün, dirsək, diz, əl üçün istifadə etmək mümkündür. Yəni çox gözəl nəticə verir. Bu kremdən özüm də istifadə edirəm. Görürsünüz mən nə qədər istifadə etmişəm. Yəni çox mükəmməl bir şeydir. Burada nə qaldı? Idea seriyasından belə bir antiperspirant. Ətir probnikləri indi açarıq bunu sizlə. Burada isə hansısa bir vasitəmiz var. Make-up vasitəsi. Baxaq görək hansıdır. Unutmuşam. Və qızlar, belə bir özəl günlər üçün bez sifariş etmişdim. Bu gündüz üçün istifadəyə uyğundur. Bunun gecə üçünü və gündəlik üçünü də mövcuddur. Baxaq görək burada nə var. Bu bizim keçən kataloqumuzda yeni çıxan məhsulumuzdur. Ənlik, highlighter və bronzer. Yəni üçünün bir arada olmağı çox gözəldir. Əsl çanta məhsuludur. Probniklərin arasında bu poli ətrini çox sevdim. Bunu sifariş etmişdim. Bu ətir gələn kataloq gələcək. Və çox sevdim. Bu ətirin böyüyünü sifariş edəcəm. Bu bəyəndi. Bunu bəyəndiklərimin yanına qoyum. Və bunlara baxın. Bunların içərisində Sunzania var. Mənə ən çox maraqlı gələnlərdən. Bu da gözəldir. Çox gözəl qoxusu var qızlar. Bunu da bəyəndim. Bunun da böyüyü gələcək. Burada var Sunzania'nın bəy üçün olanı da.
Yəni hər ikisi gözəldir qızlar. Yoldaşınızla özünüzə, ikinizə bir arada ala bilərsiniz. Çox möhtəşəm. Glorious ətri var. Bir də Prima Badion'un Amor seriyası. Qızlar, bu gün mənim paket açmaq günümdür. Gözəllər gəlib. Sizə demişdim vlogun əvvəlində ki, orqanizərlərim gələcək. Çox qəşəngsən axır. Səbirsizliklə gözləyirdim mən bunu. Oy, çox qəşəng. Tam istədiyim kimi şəffaf. Bunlar da yəqin ki, burasıdır. Qulpudur, amma nə çoxdur. Fərqli-fərqlidir. İndi bunu mən quraşdırım, silim, təmizləyim, sonra ətirləri yığım. Hələ biri də var burada. Bu yadımdan çıxmışdı. Çox şirindir axı. Parçaladım. Belə qızlar. Çox qəşəng görünür. Bu arada bunun burası ayrılırmış. Yəni bunu belə hissə-hissə də istifadə etmək olarmış. Mən üst-üstə birləşik zənn eləmişdim. Belə də qəşəngdir. Mən bunları indi silim, təmizləyim. Quraşdırım, gəlirəm. Aldı tərtəmiz və quraşdırdım. Bir dənə bunun bu qulplarını taxa bilmədim. Yoldaşıma deyirəm, görüm taxa bilirmi? Yəni mən başa düşmədim. Biraz fərqli gəldi. Səhv eləmirəmsə, birini buradan taxırsan, birini də içəri tərəfdən taxırsan, belə qapanmış olur. Amma alındıra bilmədim. Gücüm çatmadı. İndi keçək termomuzun qabağını təmizləyək. Sonra da bunları başlayaq doldurmağa. Görün bunlara nə yığıram. Bunlara aksesuarlarımı yığmaq istəyirəm içərisinə, sirmələrə. Buna isə ətirlərimi, baxım və kosmetik vasitələrimi yığmaq istəyirəm. Yox, mən ziyan deyə qoymuram. Məsələn, verəndə boş demək də çəkin oynadım. Ev ayı düymə, ev ayı. Günortaya yarpaq xəngəl bişirirəm. Soğanları belə qara tavada qızartmışam. Qızlar, bu arada videonu paylaşana qədər qara tavanı da ağartmışam. Necə alınıb? Suyum da burada qaynayır. İndi buna mən kartof soymalıyım.
tutuşturmaz ama. Qabların hamısını yudum. İndi hamısını bir silib yerinə yığmalıyam. Burada da özüm üçün detoks suyu hazırlayıram. Cəfəri, kişniş, limon və nə idi bunun adı yadımdan çıxdı. Müxəş. Bir dənə darçınım yoxdur. Darçın da olsa çox əla olardı. Bu detoks suyu çox gözəldir qızlar. Suyum da qaynamaq üzrədir. Su qaynayan kimi, yəni qaynar tökürəm bunun üstünə. Sonra ağzını bağlayıram. Su tam soyuyub içiləsi vəziyyətə gələnə qədər açmıram ağzını. Sonra açıb töküb içirəm. Yeməkdən 1-2 saat əvvəl, səhər yuxudan oyanandan sonra 1 stəkan adi su, ardıca da 1 stəkan bu sudan içirəm. Yəni bu qaydada içirəm. Mən belə içirəm, yəni düzgün qaydası bilmirəm, bəlkə başqa cürədir, amma yəni mən belə istifadə edirəm. Hava hələ ki yaxşı görünür, amma çox soyuqdur. Qar yoxdur, düzdür, əridi. Orada burada biraz qalıb. Hətta yağış da yağdı ha, bura onu da deyim ki, yəni fevral ayında burada 2 dəfə yağış yağdı. Heç uşaqlıqdan yadıma gəlmir ki, yəni bu vaxtlar yağış yağsın. Yəqin ki, yağış yağan vaxtda qar yağar. Suyumuz qaynadı. Bismillah. Su tam doldurmadı. Qızlar, bir də bunun içərisinə alma atıram. Yəni ümumiyyətlə alma atıram. Yəni yaşıl fərqi yoxdur da, yəni öz almamızdan. Yığdığımız almalardan gətirdim. İndi bunları yaxşı yuyum. Əslində biz dərman falan vurmuruq, sadəcə tozdur. Bir dənəsini suyun içinə atarım. Böyük ehtimal ki, bunu atarım. Xarab yerlərini kəsim. Bunu mən indi bir şeylə qarışdırım. Qoydum bura dəsmalın üstünə. Almaları yudum, qalanını da. İndi bunları silin meyvə qabına qoyum ki, uşaqların gözü görsün, yesinlər. İşlərimi bitirdim, yüngül bir makyaj etdim. İndi saçlarımı düzləşdirirəm. Faberlikin bu 21-i birində vitaminli termomüdafiə spreyindən istifadə edirəm. Çox mükəmməl məhsuldur qızlar. Saçlarınızın yanmağını istəmirsinizsə, siz də mütləq istifadə edin. Qiyməti də yəni münasibdir. Qızlar, darağım belə Faberlikdəndir. Görürsünüz yəni burada. Çox gözəl daraqdır, çox razıyam. Bir dənə bu daraqların ağzını təmizləmək üçün bir vasitə var. Adını bilmirəm, ona görə tapa bilmirəm onu. Əgər bilən varsa, hansı vasitə ilə təmizlənir, zəhmət olmasa qeyd edərsiniz yorumlarda. Bunları o qədər çox sevirəm ki, bəlkə də
6-7 il olar bəlkə də məndədir bunlar. Qaralmayıb, gümüş rəngdədir. Xırda bir şey taxmaq istəyirəm, ona görə yəqin ki bunları taxaram. Ha, üstündə bir dənə qaşı var. İstediğin yerden de ben koyarsam sonra ortasına yok. Bitmedi. Bu aralar nəsə bu qolbağı çox öyrəşmişəm, bunu taxmaq istəyirəm. Orada sende orada var. Orada öyle şey yoktu. Tırmanacağım. İndi istəyirəm bunu götürüm. Portojur. Çox mükəmməl bir ətirdir. Tombala. Qartof qoydum qızarsın axşam üçün. Bir də buzluqdan ət çıxartmışam. Kotlet indi eləyə bilməyəcəm çünki əti yeri çıxartdım. Dolma da eləmək üçün gecdir. Sabah inşallah yola meyvə tərəvəz satan gəlsə, gərək pomidor, biber, badımcan alım. Uşaqlar üç bacı dolması istəyir. Gəlməsə də klassik kələm dolması olar axırı. Feni soyusun deyə bura qoymuşdum. İndi aparım yerinə qoyum. Çox uzun müddətdir ki, mən bu feni istifadə edirəm. Səhv etmirəmsə, bu fen mənə 9-cu sinifdə alınıb. Artıq 12 ildir ki, mən bu feni istifadə edirəm. Hətta 12 ildən də çoxdur məncə. İstifadə edirəm. Çox mükəmməl bir fendir. Firmasını dəqiq bilmirəm. Çünki qutusunda da yazılmayıb. Yəni bilmirəm. İndi göstərirəm sizə qutusunu da. Qızlar, fenin qutusu budur. Amma bilmirəm ki, yəni bu fenin firması nədir. Burada nömrəsi belə yazılıb. Yəni bilmirəm nədir. Kənarlarında belə yaşıl lentlər var idi. Və mən onu dayana bilmədim, sökdüm. Məndə belə bir vərdiş var yəni. Biraz ucu qalxdısa mütləq sökməliyəm. İndi qoyum bunu qutusuna.